videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük. Her birinizin her vaxtınız xeyir olsun. Bu günlərim bildiğiniz kimi Uşaqlar Bayramıdır. O münasibətlə bütün balaları təbrik edirəm, bayramlarıdır. Bayramlarını təbrik edirəm. Və gözəl izləyicilərimiz, bizim xeyirxah qardaşlarımız, bacılarımız, bu günlərim təşəkkür edirəm hər birinə. Sumqayıtdan bir Allah bəndəsi 5 azyen göndərib. Təşəkkür edirəm. 32-lər kəndindən Elnur qardaşıma öz minnətdarlığımı bildirirəm. 6 manat göndərib və Elnur qardaşımızın dostlarına təşəkkür edirəm. Qardaşlar, Allah sizi var eləsin. 32-lər kəndindən bax bu bacımızın iğnəsi üçün pul yığılır. İnşallah göndərəcəkdilər. Biz də gətirib verəcəyik. Allah canınızı sağ eləsin, Allah ruzunuzu bol eləsin. Və həmişə olduğu kimi bizim gözəl balamız, Nəcəf balamızın adından 1000 rubl gəlib. Allah qorusun Nəcəf balamızı. Sumqayıtdan, Surgutdan, bağışlayın, Surgutdan mənim dostum, mənim qardaşım Ramik, öpürəm səni. Allah balalarını saxlasın. 2000 rubl göndəribdi. Allah min əvəzini versin. Məqəmməd qardaşımız, Məqəmmədin adından 1000 rubl gəlibdi. Çox sağ ol bacım. Allah sizi var eləsin. Dünənlərim canlımızda iştirak elədiniz. Təşəkkür edirəm. Allah min əvəzini versin. Və bizim gözəl dostumuz, qardaşımız Şirvanlıdan Montiyor, elektrik, santexnik. Gözəl qardaşım, Zaur qardaşım, təşəkkür edirəm. Allah səni var eləsin. Dünənlərim, sabahlarım inşallah Zaur qardaşımızın qızının toy məclisidir. Dünən ilə onlardaydım. 10 manat nağdı pul verdi ki, bunu verərsən Allahın izni ilə. Bacımıza təşəkkür edirəm. Allah min əvəzin versin. Və Beyrək qardaşıma öz minnətdarlığımı bildirirəm. Saatlıdan Beyrək qardaşımız 500 rubl göndəribdir. Təşəkkür edirəm. Və İsmaillidən gözəl bacımız, Allah sizi var eləsin. Allah malınıza, mülkünüzə bərəkət versin. 40 manat göndərmişdi. Yenə 30 manat göndərdi. Dedi onun 10 manatına uşaqlar günüdür. Bu günlərim uşaqlara nə salıb verərsən, 20 manatında yazarsan bacının iğnəsi üçün. Çox sağ ol. Allah min əvəzini versin. Və mənim gözəl dostum, qardaşım, Allah səni var eləsin. Ağsu şəhərindən Ramin qardaşıma öz minnətdarlığımı bildirirəm. Ramin qardaşımız, deməli gözəl izləyicilərimiz 5000 rubl göndəribdi. Onun 2500 rublun bacı üçün göndəribdi və 2500 rublu da məndə pul şəklində məndədir, yəni 50 manat məndədir gözəl izləyicilərimiz. İnşallah Allahın izni ilə bilirsiniz, 6-sı Qurbanlıq bayramıdır. Allah bütün kəsilən qurbanlarımızı qəbul eləsin. İnşallah ayın 6-sı qurban kəsiləcəkdir və buradan gözəl izləyicilərimə üz tuturam. Ayın 6-sı inşallah qurban kəsəcəyik. Kimin gücü nəyə çatırırsa köməklik eləyər, inşallah qurban alıb kəsərik. Allah bütün kəsilən qurbanlarımızı qəbul eləsin. Videomuz indi isə davam edir. Videomuzu sona qədər izləyin və paylaşın. Bacı, Allah canını sağ eləsin. 10 manatlıq qapılara şirniyyət almışam. Emre de bir maçı bir, Emre de bir maçı bir. Ağırlı bala. Bu da beğendim. Emre maçı bir. Gene sağ ol bir. Bunu böyle bunu İsmail'den bacımız bu gönderdi ki uşaqlara bu günləri uşaqların bayramıdır. Bütün Azərbaycan xalqında nə qədər körpələrimiz var, bayramlarını təbrik edirəm. Allah var eləsin, Allah canını sağ eləsin. 160 manat puldur. 20 manatda maşınımıza yanacaq olmuşuq. Buyurun bacım. Allah cibilərini dolu eləsin, Allah canlarını sağ etsin. Çox sağ olun. Ömürləri uzun olsun. Gün uşaqlar bayramıdır. Bütün Respublikanın uşaqlarının bayramını təbrik edirəm. Çox sağ olun. Okul verənlərin də balalarını, nəvələrini təbrik edirəm. Çox sağ olun. Xahiş edirəm ki, mən balalarımı evli qoymasınlar, kömək eləsin. İnşallah kömək eləyərlər Allahın izniyle.
Allah kömək eləyən qardaşlarımızın, bacılarımızın canı sağ eləsin. Ruzi bərəkətlərini Allah bol eləsin. Allah mallarına, mülklərinə bərəkət versin. Gözəl izləyicilərimiz, Allahın izni ilə mən hər bir şəxsdən xahiş edirəm. Bu bacımız xərsək xəstəliyidir. Yəni bu bacımıza ximiya iynəsi vurulur. Allah heç kəsə qismət eləməsin. İmkanları da yoxdur. İnşallah ayın ikisi gedəcək ki, ximiya iynəsi vurdurmağa yarın sabahları. Bu göndərən bacı qardaşlarım, bu fani dünyada siz ki, bax, belə insanlara yardım edirsiniz, belə insanların əlindən tutursunuz. Atalarımızın sözüdür, əl tutmaq əlzəm qalar. Çox sağ olun, hər birinizə ayrı-ayrı öz minnətdarlığımı bildirirəm. Göndərənlərə çoxlu təşəkkür Çox edirəm. sağ ol. Allah sizə də razı olsun. Sağ olun. Allah canınıza sağlıq versin. Ömrünüz uzun olsun. Çox sağ olun, təşəkkür edirəm. Allahın köməkliyi ilə sağlamlığınıza qovuşarsınız. Allahın köməkliyi ilə. Sağ ol, Allah Allah köməkliyi. dərdi verən Allah dərmanını da Sağ versin. ol, Allah qoysa. Gedirəm Bakıya. İynəm bunlara. Xahiş edirəm. Axıra kimi arxamda durun, kömək edin. Balalarım yetim qalmasın, yazıqdır, körpə. İnşallah kömək eləyəcək. Dəyərli izləyicilərimiz, bugün olan çəkilişimizi burada yekunlaşdırdıq. Hər birimizə ayrı-ayrılıqda öz minnətdarlığımızı bildirirəm.